Deməli, bugünkü mövzumuz miqyas. Miqyas həqiqi ölçülərin kiçildilmə dərəcəsini göstərən kəmiyyətdir və miqyasın 3 növü vardır: ədədi, izahlı və xətti miqyas. Ədədi miqyas rəqəm şəklində, ədəd şəklində gördüyünüz bütün miqyas növləri ədədi miqyasa daxildir. Buna 1 bölünsün 1000 olsun, 1 bölünsün 2.500.000 olsun, 1 bölünsün 125.000 olsun və s. daxildir. İzahlı miqyas isə ədədi miqyasın, yəni tutaq ki 1 santimetrə nə qədər metr və yaxud neçə kilometr düşdüyünü göstərir. Bunu bilmək üçün də siz bilməlisiniz ki, məsələn 1 metr 100 santimetrdir və 1 kilometrdə 100.000 santimetrdir. Yəni biz həmən bu ədədi miqyası izahlı miqyasa çevirmək üçün metrə çeviririksə 2 sıfır siləcəyik. Məsələn burada 1000-dirsə, bunun 2 sıfırını silirik. Deməli 1 santimetr 10 metr düşəcək. Yox, əgər bunu kilometrə çevirəcəksə 5 dənə sıfır siləcəyik. Burada da 5 dənə sıfır silirik. 25 kilometr olur. Üçüncü miqyas da xətti miqyas. Xətti miqyas isə miqyasın qrafik təsviri deməkdir. Yəni, tutaq ki, mən yazmışam 1 sm 10 metr. Bunu xətti miqyasa çevirərkən sıfırı qeyd edirəm. Sıfırın sol tərəfində mənim bu kəmiyyətim qeyd olunmalıdır. Məsələn, 10-dursa 10 yazacağam, 100-dürsə 100, məsələn, 500-dürsə 500 qeyd edəcəm. Və sıfırın sol tərəfində, sağ tərəfindəki rəqəmləri isə buradakı kəmiyyət qədər artıra gedirəm. Məsələn, 10 yazmışamsa, burada 10 qeyd edirəm. 10-dan artıra 20, 30 qeyd edirəm. Sadəcə burada bir dənə nüansa fikir vermək lazımdır. Bəzən olur ki, məsələn, bunu bu cür yazır, amma götürüb bunun burasında kilometri qeyd edir. Siz bu göstərici də, bu kəmiyyət göstəricisine də fikir verin. Yəni, bu kilometr qeyd olunsa, bu konkret səhv olacaq. 100 də məsələn, bunu artıra gəlsin, bu kəmiyyətdə düzgün qeyd edərsiniz. Siz bunu düz götürə bilməzsiniz. Yəni, buradakı kəmiyyətə bir də neçə vaid artırığına da fikir verirsiniz. Sonra miqyasla bağlı 6 dənə əsas düstur var ki, bu düsturları mütləq bilmək lazımdır. Çünki bizdə məsələlərində çox kömək edir. Birinci başlayırıq məsafə ilə, buradakı sahə ilə bağlı olan düsturlardır. Həqiqi məsafəni tapmaq üçün miqyası xəttdəki məsafəyə vururuq. Xəttdəki məsafəni tapmaq üçün isə həmin bu həqiqi məsafəni böləcəyik onun miqyasına. Və miqyası tapmaq üçün isə həqiqi məsafəni xəttdəki məsafəyə böləcəyik. Və sahə məsələsi də demək olar ki, bu düsturdan eynidir. Sadəcə tək burada fərqli olan nüans və ən çox çaşdırılan yerdə bu miqyasın kvadratı məsələsidir ki, buna mütləq fikir vermək lazımdır. Həqiqi sahəni tapmaq üçün xəritədəki sahəni miqyasın kvadratına vururuq. Xəritədəki sahəni tapmaq üçün həqiqi sahəni miqyasın kvadratına böləcəyik. Və miqyası tapmaq üçün isə kök altında həqiqi sahəni böləcəyik xəritədəki sahəyə. İndi deyirsiniz ki, müəllim, niyə burada götürüb miqyasın kvadratı bərabərdir yazaq, həqiqi sahə bölünsün xəritədəki sahə? Burada uşaqların çaşdırdığı məsələ odur ki, bəzən məsələn misalı hesablayırlar, tapırlar ki, miqyasın kvadratı bərabərdir məsələn 25. Amma götürüb elə 25 metrdən isə 2 sıfır əlavə edirlər, kilometrdən isə 5 dənə sıfır əlavə edib cavabı götürürlər elə. Amma fikir vermirlər ki, burada məsələn biz miqyasın tutaq ki, kvadratı qeyd eləmişik də, bu 25 yazmışıqsa, biz bilməliyik ki, burada 25 nəyin kvadratıdır? 5-in. 5-i yazıb daha sonra eləməliyik. Ona görə başdan bu cür əzbərləməyiniz daha yaxşı olar ki, yəni kök altında olanda artıq sizdə bu kvadrat məsələsi sizi çaşdırmayacaq, nə də gözünüzdən yayınmayacaq. Bir də bu məsələyə qeyd edeyim. Miqyasda bir məsələ var ki, miqyasda kəmiyyətcə, rəqəmcə böyük olan miqyas kiçik sayılır. Tutaq ki, 1 bölünsün 250.000 ilə 1 bölünsün 500.000, hansı böyük, hansı kiçik olduğunu müqayisə edir ki, bunlardan hansı böyükdür. Çox vaxt bunu deyəndə uşaqlar deyirlər ki, həmən 1 bölünsün 500.000 böyükdür. Amma siz burada buna fikir verməyin. Bir var ki, məsələn, deyirəm ki, bir tort düşünün. Bir var bu tortu böləsiz 25 yerə, bir də var ki, böləsiz 50 yerə. Hansında daha çox yeyəcəksiniz? Təbii ki, 25 yerə böldükdə. Yəni, bu da elə kopya o cürdür. Yəni, siz burada rəqəmə baxıb deməyin ki, hə, 500.000, 250.000-dən böyükdür, həmən 500.000-i böyük götürürəm. Yox, bu bir bölünsün var da, bu bölünsün məsələsinə fikir verin. Və bu da daha çox hansı məsələlərdə istifadə olunur? Məsələn, belə 3-4 dənə miqyas deyir ki, bunu artan sırayla düzün, azalan sırayla düzün, o kimi məsələlərdə istifadə olunur. Növbəti videoda inşallah test izahlarla bağlı bir-iki video paylaşacağım və bütün bu düsturları əyani şəkildə tətbiq edərək növbəti videomuzda göstərəcəm. Başqa da hansı mövzunun izahını istəsəz yorumlarda qeyd edərsiniz, izah edərəm.